Salam xanımlar, bugün biz qazan kotleti hazırlayırıq. Deməli, bunun üçün bizə lazımdır əvvəlcə 4 ədəd soğan. 4 ədəd soğanın ikisi ətimizin içərisinə vurulacaq, ikisini isə biz soğandaq eləyəcəyik. Deməli, 4 ədəd soğan, 1 ədəd xırda doğranmış pomidor, təqribən 300 qram, 400 qram ət, ailə üzvlərinin sayına uyğun olaraq kartof və mən bu qazan kotleti üçün əsasən yumru düyüdən də istifadə olunur, amma mən gördüyünüz kimi balaca küftəlik bulğurdan istifadə edirəm. Bu mağazalarda satılır və görürsünüz ki, çox balaca, çox xırdadır. Bulğurlar biri var, biraz bundan iri olur, amma bu tam küftəlik bulğurdur. Deməli, ilk öncə biz soğançamızı hazırlamağa keçirik və bunun üçün biz soğanları yarım halqa formasında doğrayırıq. Soğanları mən yarım halqa kimi doğradım və bunu əzdim və bura evdə mətbəxdə işlətdiyimiz yağ hansıdırsa ondan əlavə edilir və qazın üzərinə qoyuruq. Soğançamız hazır olana qədər biz kotletlərimizi hazırlayırıq. Deməli, incə bulğurumuzu əlavə edirik kotletlərimizin üzərinə. Və soğanları da blenderdan keçiririk. Əgər istəsəz əlinizdə də xırda kubik formasında doğraya bilərsiniz. Soğanlarımızı da bura əlavə edirik. Duz və istiot da əlavə edirik. Və küftələrimizi qatışdırıb hazır hala gətiririk. Soğançamız demək olar ki, artıq hazırdır. Biz bura pomidoru əlavə edirik və çox az sarı kök əlavə edirik. Və xanımlar, artıq yeməyimizi hazırlamağa başlayırıq. Belə bir tava, çox yəni qalın, hündür deyil, orta hündürlükdə bir tavadır və biz bura hazırladığımız soğançanı çox az əlavə edirik alt hissəsinə. Gördüyünüz kimi soğançanı belə yaydıq qazanımızın dibində və biraz ətimizdən götürüb kotlet formasına salırıq. Və bunu qazanımıza belə sırayla düzməyə başlayırıq. Kotletlərin hamısını belə düzdükdən sonra kartofları belə bu nazikliyində biz bölürük və kotletlərin üzərinə qoyuruq hamısını. Kartofların hamısını belə düzdükdən sonra biz yenə soğançamızdan bura əlavə edirik. Belə yenə soğançı kartofların üzərinə əlavə eləyəndən sonra biz yenə bir sırada bunların üzərinə kotlet düzməyə başlayırıq. Və qalan soğançanı da biz bunun üzərinə əlavə elədik və təqribən bir stəkandan biraz az suyu əlavə eləyirik yeməyimizə və altını ilk öncə qaynayana qədər yüksək xodda qoyuruq, sonra azaldacağıq. Yeməyimiz artıq hazırdır. Abunə olmağı, təklif və iradlarınızı bildirməyi unutmayın. Sizə də nuş olsun.